Bu ilin aprel ayında Tərtər istiqamətinə gedən döyüşlərdə şəhid olan heykəltaraş Samir Kaçayevin heykəli hazırlanıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinin məzunu olan Samirin tələbə yoldaşları, müəllimləri və akademiya rəhbərliyi bütün imkanlarını səfərbər edərək onun qəbrüstü heykəlinin düzəldilməsinə qərar veriblər. Qəsərdən qayıdandan sonra magistr oxumalı idi. Belə oldu ki, Samir aprel döyüşlərində şəhid oldu. Sonra da biz uşaqlarla fikirləşdik. Samir yaxın dostumuz olmuşdu. Yəni bizə qardaş kimi idi, həmişə yaxın idik bir yerdə. Biz fikirləşdik ki, Samirin qırxı çıxmamışdı. Yəni özümüzə borc bildik ki, biz bir heykəltaraş, həmkar. Samir özü gözəl bir heykəltaraş idi. Samirin heykəlini işləyək, qəbrüstü heykəlini işləyək. Uşaqlar da fikirləşdi, çünki bir heykəlin üstündə bir neçə nəfər işləyə bilməzdi. Uşaqlar da qərar verir ki, mən işləyim. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim olan Rahib Qarayevlə bəzən emalatxanada keçirilən şəhid Samirin arzuları böyük idi. İlk arzusu akademiyada qalıb, dərs demək olub. Sənətin sirlərini dərindən öyrənirmiş. Heykəlin hazırlanması qərarı veriləndən sonra dostları onun doğulub boya başlatdığı Şamaxıya yola düşürlər. Eskiz eləməmişdən əvvəl də getdik Şamaxıya, valideynlərlə, atasından danışdıq. Fikrimizi dedik ki, bəs belə bir fikrimiz var bizim. İstəyirik Samirin qəbrüstü heykəlini işləyək. Atası da xoş qarşıladı. Yəni, dedi, siz necə bilirsiniz, siz yəni, yaxın idiniz, qardaşları idiniz, onun yaxın. Siz necə bilirsiniz, elə də olsun. Mən eskizi elədim, bu eskizi. Belə eskiz elə bunda da qaldım ki, belə bir eskiz olsun, bunu böyük varianta keçirdim. Sonra böyük işləməmişdən əvvəl mən istədim ki, burada portretlər işlədim Samiri. Birinci bu variantı işlədim. Çünki axtarışda eləməli idim. Birbaşa bütün figuranın üstünə portreti işləmək biraz çətin olacaqdı mənə. Xarakteri tapma, onun obrazı biraz çətin idi. Birinci bir variant bunu elədim. Ciddi variantdır bu. Ciddi variantını işlədim. Arada biraz bir xeyli işlədim onun üstündə. Sonra ikinci variant, Gülan variantı elədim. Heykəl düz 5 aya başa gəlib. Rahib müəllimin sözlərinə görə hər bir detalı işlədiyi zaman həmkarları, tələbələri, akademiyanın rektoru ilə belə məsləhətləşib, onların tövsiyələrinə diqqətlə qulaq asıb. Biz diplom işləməsini işləyəndə elə vaxt olur 50-yə yaxın eskiz eləyirik. Elə vaxt 10 eskiz. Eskizlər eləyirik, müəllimlər baxır, bir eskizin üzərində yəni ki, baxış keçirilir, bir eskizdə dayanılır. O eskiz böyük keçirilir, böyük işlənilir. O olur diplom müdafiəsi üçün o heykəl işlənilir, diplom müdafiəsini onunla müdafiə edirlər. Samirdə də həmən diplom müdafiəsindən çıxan eskizi öz işin stanokun üstünə qoydum. Həmən stanok heykəli işlədim, stanoku işlədim. Burada Samirin öz işini qoydum. Nə iş idi? Rodin, Fransız heykəltaraşdır, Rodin, onun heykəlini qoydum. Elə Samirin öz işi idi. Öz işini də ora qoymuşam ki, yəni Samir heykəl işləyir və dayanır və belə prosta fikirləşir. Əlində alət verdim, stekdir. Bizim işlətdiyimiz heykəl işləndə alətdir. Əlində o aləti verdim. Rahib Qarayev deyir ki, ərsəyə gələn iş bütün kollektivin, Samiri sevənlərin məhsuludur. Həllik emalatxanada saxlanılan heykəl yaxın günlərdə Şamaxıya aparılacaq və Samirin qəbrüstü abidəsi olacaq.